Nənəmin üzünə tüpürən adamsan da az qalmışsın. Bax, sən Nənəmin nənəm. üzünə tüpürən adam sənsən. Sən nənəm. Adı Az söyləmə nənəmin gəlib üzünə sən tüpürən dözürsən. sənsən də mənəm. Sən nənəm Deyirəm də sakitləş. saxla Sakit soxçulara. ol. Sənə deyirəm ki, Süvər, sakit narkoman. dur. Narkoman, Azərbaycan krem sənin şişkin kimi danışma. erməni, Ay qız, sənin kimi erməni irəm. Ay küfrətdə. qız. Sənin kimi Narkoman erməni türmələrə ərə gedən mənə Bir deyirsən, cundurun hə? balına Kimsə keçib, varsa. başa düşdün? Kimsə Sən başa varsa, kimsən, nənəmin səni kim üzünə gətirib tüpürən Azərbaycana? sənsən. Adam Mən eləyir. kiməm? Sən Mən kiməm kimsən, sən Azərbaycana? dalında kim durur? Mənim dalımdan mən. Oğul. Sənin Sən dalında nənəm, türüm sakitləş. çıxardın. Türüm çıxardın Sakitləş. dalında. Hansı oğlan sənə görə gəlməsin? Sakitləş Ana, sözün sən dilini başına saxla. gəlmərəm, eşitirsən Oğlum, məni? ona bir nədə qorxu gəlmə. Sakitləş. Səndən qorxan yoxdur. Ana, Narkotik sən sən nənəm, yeyirsən, sakitləş. sən çıxırsan, Üzdən cavab İraq. edirsən ki, Üzdən Allah İraq, olsun. sakitləş. Özüvə gəl, üzdən İraq sənin Üzdən İraq. qardaşındır. Annəsi. Üzdən İraq, sakitləş. Belə eləmək olmaz. Üzdən İraq. Xanım söz danışır. Bir dəqiqə qulaq asaq xanımı, sonra danışarsınız. Dava eləyərsiniz də. Xanım söz danışırdı axı. Siz niyə belə eləyirsiniz? Uşaqlar sənətkara hörmət eləyər. Nə olar? Çox xahiş edirəm. Ayıbdır vallahi. Heç də yaxşı bir şey deyil. Sonra danışarsınız, dava da eləyərsiniz. Yəni o boyda Sən narkoman, səni mən bantizma verib, Tolik, sənin yaxşı. qanını yoxlatdıracağım, səni basdıracağım içeri. Tolik. Nənəsinin üzünə tüpürən. Mənim üçün loto Tolik, olub, tüpürüm Tolik, sən. sakitləş, Sən aranın zəhmət qiriyyətçisi olmasa. olmusan az. Sənin qiriyyətdən danışan ən axırıncı lüt giyimlərindən danışırsan. Tumanta çıxırsan cəmaata. Sən kimsən az bizə nəsə deyirsən? Ay Tolik, biraz Sən aranın səbirli tulası ol. olmusan, biz səndən qorxaq. Tolik. Narkoman Səbirli ol, biz sən sana Allah, nə səbirli ol. Tolik, Bilal xanım söz danışırdı. Zəhmət olmasa bir qulaq asın, sonra dava eləyərsiniz də. Yeri deyir axı burada indi hal-hazırda. Bilal xanım, buyurun sizi eşidirik. Buradasınızsa. Bəli, gəldim. Zəhmət olmasın. Hə, deməli mən